O adam ki giyim üçün yaşayır, o bilsin ki son giyimi kəfəndir bunun. Gözəl giyim gözəldir, imandandır, təmiz giyinmək, gözəl giyinmək. İmam Həsən əleyhissalam o qədər giyiminə fikir verən idi. Sual verirlər ki, bəs mömin üçün dünya deyir, babon deyib zindandır. Deyir, bəli. Sən niyə belə gözəl giyinirsən? Deyir, belə zindandır, biz belə giyinirik, gör orada nə edəcəyik. Söhbət gözəl giyinmək yaxşı şeydir ha. Söhbət ona bağlanmaqdan gedir. Məsələ odur. Həyatı buna əsr eləyirsə ne? Məsələ budur. Ki o insan düşünməlidir ki, son giyimin kəfəni. Bir insan həyatını bağlayıb maşına, maşın üçün yaşayır. Uşaqlarından çox istəyir maşını. Maşının məhəbbəti düşüb qəlbinə, böyük kişilərdən biri nə deyib? Bir ürəkdə ki, deyir, maşının məhəbbəti varsa, o ürək deyir, o qarajdır, deyir. Ürəyinə düşüb, onu başa düşmür ki, bunun son maşını tabutdur.